Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün sizin nəzərinizə çatdıracağım DİM test topludan 9 illikdən söz birləşmələri və sintaktik əlaqələr, əlavə vacib qeydləri də testin üzərində nəzərinizə çatdırır. İlk testdə nə deyir bizdən? Biri mürəkkəb ad deyil. İstiqlal ordeni mürəkkəb adlı doğrudur. Xarici İşlər Nazirliyi, bu da mürəkkəb adlı doğrudur. Həsən ağa isə mürəkkəb sözdür. Bunu səhv olaraq qeyd edirik. Ramazan bayramı və Şəhidlər Xiyabanı mürəkkəb addır. 2. Nöqtələrin yerinə hansı ifadə uyğundur? Tərəfləri bütövlükdə bir leksik məna bildirir. Tərəfləri bir leksik məna bildirir. Əlbəttə ki, bu verəcək bizdə frazoloji birləşmə. Çünki frazoloji birləşmələr bir leksik təhlil altında götürülür və bir leksik altında da təhlil olunur, parçalana bilməz. 3-də nədir? Hansı söz birləşməsində aslı tərəf, yəni birinci tərəf, tabi tərəf hərəkətin zamanını bildirir. Hərəkətin zamanını bildirir. Baxırıq bir-bir. Sonuncu qatar, hansı qatar? Bu işin zamanını deyil. Bu təyindir. Səhərin soyuğu nə bütövlükdə cümlə təhlilinə götürülür. Səni gözləmək, bu da kimi, səni, kənd axşamları, nə axşamları? Bu hərəkətin zamanı deyil. Səhər qayıdarkən, nə zaman qayıdarkən? Səhər qayıdarkən hərəkətin zamanını bildirir. 4. Hansı söz birləşməsində aslı tərəf, yenə bayaqki kimi, yəni tabi tərəf, birinci tərəf hərəkətin zamanını bildirir. Əlbəttə elə A variantı. Axşam oxuyanda nə zaman? Axşam A variantı. Biri mürəkkəb addır. Mürəkkəb Gül isə Gülpəri, evdən çıxan mürəkkəb sözdür. Evdən çıxan, daha doğrusu mürəkkəb feili birləşmədir. Şah İsmail Xətai doğru cavab Y variantı olacaq. Poeziyası da ismi birləşmədir. Biri mürəkkəb addır. Biri mürəkkəb addır. Baxırıq. Şəhərdə, qıraqda, Hüseynəli mürəkkəb sözdür. Qətran Təbrizi doğru cavab C variantıdır. 7. Əsas tərəfi, yəni ikinci tərəfi, tabi edici tərəfi. İsimlə ifadə olunur söz birləşmələrini müəyyənləşdirin. Söz birləşmələrini müəyyənləşdirin. Baxaq. Əsas tərəfi ikinci. Onların hamısı ikinci tərəfi, ümumiyyətlə üçüncü nöqtəyinin söz birləşməsidir. Əsas tərəfi əvəzliklə ifadə olunur. Əskərlərdən üçü əsas tərəfi sayla ifadə olunur. Onun baxışları üçüncü nöqtəyinin söz birləşməsidir. Onun baxışları, bir də bizim görüş, bu da birinci nöqtəyinin söz birləşməsidir. Hansı görüş? Elə doğru cavab olacaq C variantı. Çünki hər ikisində əsas tərəf isimlə ifadə olunur. 8. Birinci tərəfi, yəni əsas tərəf, aslı tərəfi isimlə ifadə olunur. Söz birləşməsi hansı cərgədə? Alma şirəsi, baxırıq. Nə? Alma şirəsi. İkinci nöqtəyinin söz birləşməsi bu isimdir. Vətən məhəbbəti ismi birləşmədir, isimdir. Azad insan ismi birləşmədir, birinci nöqtəyinin söz birləşməsidir. Azad artıq burada sifətdir. İsmi birləşmə olmağına ismi birləşmədir, birinci nöqtəyinin söz birləşməsidir. Ancaq ki sifətdir, bu lazım olmadı. Hər tərəfə baxanda əvəzliklə ifadə olunub. Qılınc yarası ikinci nöqtəyinin söz birləşməsidir. Birinci tərəf isimlə ifadə olunub. Durna qatar ikinci nöqtəyinin söz birləşməsidir. Birinci tərəf isimlə ifadə olunub. Mehriban baxış birinci nöqtəyinin söz birləşməsidir. Hansı baxış və yaxud necə baxış? Və birinci tərəfi sifətlə ifadə olunub. Bu lazım olmadı. Gümüş, qaşıq birinci nöqtəyinin söz birləşməsidir. Əsas tərəfi isimlə ifadə olunub. Torpaq yol birinci nöqtəyinin söz birləşməsi. Birinci tərəf isimlə ifadə olunub. Dəmir bilək birinci nöqtəyinin söz birləşməsidir. İsimlə ifadə olunub. İndi deyirsiniz ki, müəllimə, gümüş qaşıq sifətin sualına cavab verir. Torpaq yol, dəmir bilək, saxsı qab, gümüş boyunbağı, sonra bu tipli sözlər deyirsiniz ki, müəllimə, axım sifətin sualına cavab verir. Niyə biz bunu sifət kimi götürəməyək? Cümlədə sifətləşə bilər. Gümüşdür, torpaqdır, dəmirdir, saxsıdır, dəridir, bunlar ipəkdir, bunlar sifətləşə bilərlər. Ancaq ki, morfoloji cəhətdən isimdirlər. Ona görə düzgün variant D variantı oldu.
9. Aslı tərəfi feili bağlama olan söz birləşməsini müəyyənləşdirin. Aslı tərəfi, yəni birinci tərəfi. Həyatda yaşamaq. Həyatda yaşamaq birinci tərəfi isimlə ifadə olunur. Nə? Uşaqdan soruşmaq, feili birləşmə olmağına ikisi də feili birləşmədir. Amma bunun da bir tərəfi aslı tərəf isimdir. Vətəni sevmək. Yenə birinci ümumiyyətlə feili birləşmədir. Vətən isimdir. Deyilənləri müzakirə etmək feili birləşmədir. Ancaq ki, aslı tərəfi feili sifətlə ifadə olunub. Nazlana gəzmək feili birləşmədir, yəni məsdərdir. Ancaq aslı tərəfi isə nazlana gəlmək, nazlanaraq gəlmək feili bağlama ilə ifadə olunub. Y variantı. Feili birləşməni müəyyən edin. Feili birləşmə. Bir də onu da qeyd edeyim ki, ümumiyyətlə söz birləşmələri iki yerə bölünür. Bir ismi, bir də feili birləşmələr. Feili birləşmələr onlardan təşkil olunur ki, məsdər, feili sifət, feili bağlama. Bunu da tapmaq üçün mən ən əsası onların şəkilçilərini əzbərləməliyəm ki, mən ilk baxışdan onları tuta bilim. Yoxsa ki, belə çətinlik çəkəcəm. Baxırıq. Deyir ki, dairəvi meydan, necə meydan birinci növ təyini söz birləşməsidir. Elmi əsər, hansı əsər və yaxud necə əsər birinci növ təyini söz birləşməsidir, yəni ismi birləşmədir. Tarixi şəxsiyyət, necə bir şəxsiyyət, yenə ismi birləşmədir, birinci növ təyini söz birləşməsidir. Birinci növ təyini söz birləşməsi bu arada sifətin sualına cavab verir. 9. Rəqsi bitirmək elə məsdərlə ifadə olunub. Deməli, bu feili birləşmədir. D variantı. 11. Hansı cümlədə feili bağlama tərkibi işlənmişdir? Feili bağlama tərkibi. Ümumiyyətlə, tərkib nə deməkdir uşaqlar? Tərkibi yadınıza salın ki, bir sözdən ibarət tərkib ola bilməz. Tərkib olmaq üçün 2 və daha artıq mənə feil, söz, daha doğrusu söz lazımdır ki, mən orada bir də ən əsas sual vermə bacarığım olmalıdır. Mən tərkibi qəbul edə götürə biləm. İndi baxaq, bir cümlələrə baxaq. Deyir ki, o dincəldikcə heyrətlənirdi. Bağışlayın, o dinlədikcə heyrətlənirdi. Heyrətlənirdi. Kim? O, nə zaman dinlədikcə. Baxırıq, feili bağlama var, dıqca. Ancaq ki, tərkib yaratmıyor. Bir dənə sözdən ibarətdir. İndi deyirsiniz ki, müəllimə, önündə o da var da, niyə götürmədik? Yadınızda saxlayın. Əgər o xəbərlə sintaktik əlaqədə, yəni uzlaşma əlaqəsindədirsə, onda bunu tərkibə salmayacağım. Yaxın, xəbərlə mübtəda arasında uzlaşma əlaqəsi var. Onda tərkibdən çıxardacağım, yəni təkcə bir müstəqil cümlənin mübtədası edəcəm. Yox, xəbərlə uzlaşma əlaqəsində olmayacaqsa, təbiət də bizim səsimizə səs verir. Maşallah, çöldə də Allahın bərəkəti yağır göydən yerə. Bərəkət yağır. Səs, göy gürültüsünün səsidir, yağışın səsidir, maşallah. Xəbərlə mübtəda arasında uzlaşma əlaqəsi varsa, yəni mübtəda müstəqil cümlə üzvdürsə, bunda nə baş verir? Tərkibə daxil olur. O zaman tərkibə daxil olarlar ki, xəbərlə mübtəda arasında uzlaşma əlaqəsi olmasın. Tərkibin daxilinə keçəcək. Yəni, xəbərə sual verib mübtədanı tapa bilməyəcəm. Yəni, tutalım, mübtəda kimi düşündüyüm bir şeyi uzlaşma əlaqəsi baş verməsin. Baxırıq B-yə. Biz yığışıb onu yaxşıca danladıq. Nə etdik? Danladıq. Kim? Biz nə tərzdə yaxşıca, necə, daha doğrusu kimi onu yığışıb, bu da oldu feili bağlama, yığışaraq. Var burada, amma bircə dənə müstəqil şəkildə cümlə zərflikdir. Gələndə onu həyətdə gördüm. Gördüm, nə zaman gələndə var feili bağlama. Var feili bağlama, ancaq ki, yenə müstəqil şəkildə cümlə üzvüdür. Onlar içəri girəndə işıqlar söndü. Söndü, nə? İşıqlar. Nə zaman? Onlar içəriyə girəndə. Doğru cavabım bu olacaq. Bu tərkibdir. Baxın, 1, 2, 3 söz var. Doğru cavab D variantıdır. İndi deyirsiniz ki, müəllimə, burada onlar var da, yəni insan anlayışlı. Bəs mən onu niyə mübtəda kimi götürməyim? Bax, bayaqlarım qeyd etdiyim qayda bax buydu. Mübtəda kimi düşündüyüm hər sözü mən gəlib mübtəda kimi götürə bilmərəm. Xəbərə əsasən sual verirəm.
söndü, nə işıqlar. Bunun özünün görürsünüz ki, mübtədası xəbər var. Bu onlar da üçüncü şəxsin cəm olaraq tərkibin içərisinə daxil olur. Feili bağlama tərkibinin. 11-də oldu D variantı. Baxırıq 12-yə. Birində aslı tərəfi, yəni birinci tərəf sifətlə ifadə olunub. Mahnını bəstələmək feili birləşmədir. Birinci tərəf nə? İsimdir. Kitabın üzünü köçürmək feili birləşmədi, amma birinci tərəfi isimlə ifadə olunub. Sualın cavabı üçüncü növ təyini söz birləşməsidir, yəni ismi birləşmədi, amma birinci tərəfi isimlə ifadə olunub, tabi tərəfi. Bizlərdən birimiz əvəzi ilə ifadə olunub. Çiskinli hava birinci növ təyini söz birləşməsidir, yəni ismi birləşmədi. Aslı tərəfi, yəni tabi tərəf çiskinli hava, necə hava, sifət. Bu arada birinci növ təyini söz birləşməsi yeganə təyini söz birləşməsidir ki, adətən parçalanır. Hamısı parçalanmır. Parçalanmaq yəni o deməkdir ki, cümlə daxilində məsələn çiskinli hava mənim ruhumu oxşuyur. Necə hava mənim ruhumu oxşuyur? Çiskinli hava. Bu ayrı bir cümlə üzvü olacaq təyin. Bu isə mübtəda olacaq. Yəni bu çoxunda olmur Bəziləri demək olar ki, adətən birinci növ təyini söz birləşməsi parçalana bilir. Yəni ayrı-ayrıqda cümlə üzvü olur, müstəqil cümlə üzvü. Məsələn, eləsi olur ki, yeni ildir, yeni əsrdir. Bunlar parçalana bilmirlər. Məsələn, ayrı-ayrı cümlə üzvü ola bilmir. Bir cümlə təhlil altında götürülür. Belə yadınızda qalsın. Doğru cavab oldu Y variantı. Aslı tərəfi sayla ifadə olmuş ismi birləşməni müəyyən edin. Birinci gələn ismi birləşmədən söhbət. Bu feili birləşmədir. Feili birləşmənin hardan olduğunu, necə olduğunu bilmək üçün yenə deyirəm, şəkilçiləri əzbərləməlidir və feili və yaxud ismi birləşmə olmaq üçün biz onun əsas tərəfinə baxmalıyıq. Əsas tərəfində şəkilçisi olmalıdır. Şəkilçisini gördüksə bu feili birləşmədir. Sonra baxırıq tələbə birliyi. İkinci növ təyini söz birləşməsidir, amma aslı tərəfi, birinci tərəfi isimlə ifadə olunur. Bizə deyir say. Uşaqların çoxu ismi birləşmədir. Üçüncü növ təyini söz birləşməsidir. Üçüncü növ təyini söz birləşməsini də hardan bilə bilərik? Baxın, əsas tərəfində də şəkilçi olur. Müəyyən bildirən yərikanın şəkilçisi olur. Yadınızda qalsın. İkinci növ təyini söz birləşməsini hardan biləcəyik? Birinci tərəfində qeyri-müəyyən yərikanın şəkilçisi olacaq, yəni şəkilçisi olacaq. Hər ikisində onsuz da ikinci tərəflərində, əsas tərəfində mənsubiyyətin şəkilçisi mütləq olmalıdır. Uşaqların çoxu üçüncü növ təyini söz birləşməsidir. Bunun isə əsas tərəfi sifət saydır. Xeyli kitab ilə doğru cavab olacaq. Nə qədər kitab birinci növ təyini söz birləşməsidir. Yəni sayın sualını qəbul edib, qeyri-müəyyən sayla ifadə olunmuş ismi birləşmədir. Bu da oldu D variantı. 14. Aslı tərəfi sifətlə ifadə olunmuş ismi birləşmənin müəyyənin aslı tərəfi. Çevik alayı, aslı tərəfi birinci tərəf. Çevik alayı elə olacaq bu. Nə alayı? A variantı. Sonra gəldik. Digərlərinə baxır. Məsələn, şüşə qab isimlə ifadə olunub, sifətləşməyinə baxmayaraq. Yaxşı oxuyan feili birləşmədir. Məndən ismi birləşmə istəyir. Uşaqların ağıllısı üçüncü növ təyini söz birləşməsi. Bu isimlə ifadə olunub. Yun şal yenə isimlə ifadə olunub. İsmi birləşmə olmasına baxmayaraq məndən sifət istəyir. Biri üç əsas nitq hissəsindən ibarət söz birləşməsidir. Biri. Ən cəsarətli oğullar. Birinci növ təyini söz birləşməsidir. Necə oğullar, nə cür oğullar. Ancaq bizə deyir ki, 3 dənə söz olsun, 3-ü də əsas nitq hissəsi olsun. Bu ədatdır, digər sifətdir, bu isə isimdir. Şairin lirik şeirləri, üçüncü növ təyini söz birləşməsi. Şairin şeirləri, deməli, lirik şeirləri, bir var. Şairin şeirləri, üçüncü növ təyini söz birləşməsi. Üçüncü növ təyini söz birləşməsinin içərisində birinci növ təyini söz birləşməsi var. Lirik şeirləri, necə şeirləri.
Deməli, 3 əsas nitq hissəsindən ibarət oldu. Elə bax budur. Şair isim, şeir isim, lirik isə sifət. B variantı. İsmi birləşməni müəyyən edin. Zirvədən enən hansı? Bu feili birləşmədir. An, ən, feili sifətin şəkilsi. Vətəni sevmək məslərlə ifadə olunan feili birləşmədir. İradəli gənclər, necə gənclər elə doğru cavab olacaq bu. Birinci növ təyini söz birləşməsidir. Şəhərdən çıxmaq məslərlə ifadə olunan feili birləşmədir. Oxumağa gedərkən arkan feili bağlamadır, yəni feili birləşmədir. Hansı nümunələrdə hər iki tərəf eyni nitq hissəsilə ifadə olunmuşdur? Elə biri birincidir, çünki daş bina bu da isimdir, bu da isimdir. Bir. Oxumaq həvəsi ikinci növ təyini söz birləşməsidir. İsmi birləşmə olmayan ismi birləşmədir. Ancaq bu məslərdir, bu isə isim. Ona görə ikilər avtomatik silinir, çünki bizə lazım deyil. Elə bizə də B variantı olan bu olacaq. Çünki digərlərində ikilər ixtisar etdimsə, bir dənə buradadır. Digərlərinə də baxaq. Məsələn, oxuyanlar gələndə nə zaman bu feili birləşmədir. Bu isə hər iki tərəf feillə ifadə olunub. Bunu da götürürük. Evə gələndə bu isimlə, bu feillə gülə-gülə gedən, bu da gülə-gülə, gülərək gedən feili bağlamadır. Bu da feili sifət. Hər iki tərəf feillə ifadə olunub. Daraq qabı, bu da götürürük. İsim, isim, B variantı. 18. Biri tərəfləri düzəltmə sözlərdən ibarət söz birləşməsidir. Deməli, biri tərəfləri düzəltmə sözlə ifadə olunub. Bir baxaq. Yüksək, amal, hər iki tərəf sadədir. Günəş işığı, hər iki tərəfi sadədir. İşıqlar, işığı mənsubi şəkilçisidir. Yenə sadə isim kimi qəbul olunur, söz kimi. Qaldırıcı, kran. Qaldırmaqdan qaldırıcı, bu tərəf düzəltmədir, digər tərəfi isə sadədir. Bizə deyir ki, biri tərəfləri düzəltmə sözlərdən ibarət söz birləşməsidir. Yaxşı oxuyan, bu da sadə sözlərdən ibarətdir. Uşaqlıq yoldaşı, bu da düzəltmədir. Yoldan yoldaş, bu da düzəltmədir. Oldu Y variantı. Biri tərəfləri düzəltmə sözlərdən ibarət söz birləşməsidir. Elə 18-in təkrarıdır. Qoyun sürüsü sadədir hər ikisi. Gözəllik vurğunu, gözəllik vurğunu, gözəllik, vurdan, vurğun. Elə doğru variant B. Biri ismi birləşmələrdən ibarət. Övladını sevən. Bu feili birləşmədir. Feili sifətin şəkilsi var. Yaşamaq arzusu, ismi birləşmə. Nə? Səmimi söhbət, necə söhbət? Elə oldu nə? İsmi birləşmə. Bu birinci növ təyini söz birləşməsidir. Bu isə ikinci növ təyini söz birləşməsidir. Görüş, keçirmək feili birləşmədir. Dəniz dalğalanarkən feili birləşmədir. Cəhcəh vuran feili birləşmədir. Sevgi açılanda, sərgi açılanda bağışlayın, oldu feili birləşmə. Məktub yazanda feili birləşmə. Vətən üçün yaşamaq feili birləşmə. Biri ismi birləşmədən ibarət deyil. Biri ismi birləşmədən ibarət deyil. Baxın, oxumaq həvəsi ikinci növ təyini söz birləşməsidir. İndi deyirsiniz ki, bunun burasında məslər var. Niyə bu feil birləşmə olmasın, ismi birləşmə olsun? Yadınızda saxlayın. İsmi birləşməni əmələ gətirmək üçün sən onun əsas tərəfinə baxmalısan. Olsun, nədir? İsmi birləşmənin əsas aslı tərəfini məslər də təşkil edə bilər. Feil sifət də təşkil edə bilər. Feil sifət də. Oldu bu ikinci növ təyini söz birləşməsi. Yaşamaq arzusu yenə ikinci növ təyini söz birləşməsi. Təbiətin mövzucəsi yenə ismi birləşmədir. Görülmüş iş hansı iş? Bax, feili birləşmə nədir? Feili sifətlə ifadə olunub. Birinci növ təyini söz birləşməsidir. Deyilmiş söz yenə birinci növ təyini söz birləşməsidir. Heç digərinə baxmıram. Oxunan əsər necə əsər? Yenə birinci növ təyini söz birləşməsidir. Onun qonağı üçüncü növ təyini söz birləşməsidir. Sərhədləri qoruyan əskər. Hansı əskər? Feili birləşmədir. Baxın, feili birləşmə olmaq üçün əsas tərəfində olmalıdır şəkilçi. Əsas tərəfində. Əsas tərəfə baxmaq lazımdır.
aslı tərəfə yox. Bu ismi birləşmədə də belədir, feili birləşmədə də. Bu feili sifətlə ifadə olmuş feili birləşmə. Xalqını sevən insan, necə bir insan, nə cür bir insan, feili sifətlə ifadə olunmuş feili birləşmə. Ne variantı? Biri söz birləşməsi deyil. Biri söz birləşməsi deyil. Baxırıq. Sən gələndə nə zaman feili birləşmədir. Açıq söz necə bir söz? Elə açıq söz söz birləşməsi deyil. Necə bir söz? Birinci növ təyini söz birləşməsidir. Qoca tarzən necə tarzən birinci növ təyini söz birləşməsidir. Babəkin andı üçüncü növ təyini söz birləşməsidir. Yəni ismi birləşmədir. Səhv etmək isə bu bir dənə mürəkkəb feil sayılır. Tərkibi feil. Ümumən yadınızda saxlayın ki, bu tipli feillər görürsə iki sözdən ibarət. Etmək, bilmək, qılmaq, olmaq. Bunlar adətən tərkibi feil yaradır. Tərkib mürəkkəb feil yaradır. Bir sözdür bunlar. Bir təhlil altında götürülən mürəkkəb sözlərdir. Y variantı. 23. Biri söz birləşməsi deyil. Sahilə tərəf elə doğru cavab olacaq A variantı. Çünki bu qoşmadır. Yadınızda saxlayın. Köməkçi nitq hissələri ismi birləşmə nə də feili birləşmə yarada bilməz. Tərəfləri ola bilər, daxilində işlənə bilər. Amma ki, ismi birləşmə, nə də feili birləşmə yarada bilməz, nə də sözün quruluşunu dəyişə bilməz. Oldu A variantı. Digərləri isə məsələn, cavanların biri oldu üçüncü növ təyini söz birləşməsi. Aldığım məktub hansı məktub? Birinci növ təyini söz birləşməsi. Birinci tərəf feili sifət, ikinci tərəf isim. Günlər ötdükcə nə zaman feili birləşmə. Vətən həsrəti ikinci növ təyini söz birləşməsi oldu. A variantı doğru var. Yəni doğru var. Biri söz birləşməsi deyil. Səfər təəssüratı bu ikinci növ təyini söz birləşməsidir. Gözəl arzu birinci növ təyini söz birləşməsidir. Dəniz məhsulları ikinci növ təyini söz birləşməsidir. İsa bulağı ikinci növ təyini söz birləşməsidir. Dənizə qədər bu qoşmadır. Bayaqki qaydanın təkrarı oldu Y variantı. Tərəfləri isimlə ifadə olunmuşdur. Bizim dağlar hansı dağlar? Birinci növ təyini söz birləşməsidir. Amma bu əvəzlikdir. İpək şal birinci növ təyini söz birləşməsidir. Yəni ismi birləşmədir. İpək də isimdir, şal da isimdir. Əvvəlki qaydada izahını vermişdim. Tərəfləri isimlə ifadə olunmuşdur. Təbiət vurğunu, təbiət vurğunu. Təbiət isimdir, vurmaq isə feildir. Sonra duzlu xörək birinci növ təyini söz birləşməsidir. İsmi birləşmə olmalı, ismi birləşmə. Amma ki, duzlu sifətdir. Sifətdir, bu isə isim. Dəri çanta elə doğru cavab olacaq. Bu, yəni ki, B-nin təkrarıdır. Daha doğrusu 25-in təkrarı. Dəri, isim, çanta, isim. Birinci növ təyini söz birləşməsi, hər iki tərəfi isimlə ifadə olunur. Feili birləşmənin müəyyənidir. Yaratmaq həvəsi ikinci növ təyini söz birləşməsidir. Mən bu hissəyə baxmıram. Etiraz etmək bir dənə feildir. Kömək etmək bir feildir. Dost olmaq, dostlaşmaq. Bax, bunun bir dənə feil olduğunu hardan bilmək olar? Məsələn, dost olmaq, dostlaşmaq. Kömək etmək, köməkləşmək. Bunlar bir dənə feil, bir dənə təhlil altında götürülür, yadınızda qalsın. Bunu belə özünüz üçün bir qeyd kimi bir kənara yazın. Kitabı oxumaq isə bu feili birləşmədir. Məsəllə ifadə olunub 27-yi. Biri feili birləşmədir. Dağların dumanı üçüncü növ təyini söz birləşməsidir, yəni ismi birləşmədir. Xoş söz, necə bir söz, birinci növ təyini söz birləşməsidir. Soymuş yemək birinci növ təyini söz birləşməsi, necə bir yemək. Çiskinli hava, necə bir hava. Bizi isə indi hal-hazırda yağışlı hava müşahidə edir. Çiskinli hava birinci növ təyini söz birləşməsidir. Hava soyduqca nə zaman oldu feili bağlama. Yəni biri feili birləşmədir. Uşaq oxuyanda nə zaman elə doğru cavab olacaq. A, anda, əndə. 30. Birləşmələrdən birinin aslı tərəfi, yəni birinci tərəf, tabi tərəfi fərqli nitq hissəsidir. Şirin meyvə birinci növ təyini söz birləşməsidir. Aslı tərəfi sifətlə ifadə olunur. Təcili yardım, necə yardım? Birinci növ təyini söz birləşməsidir. Birinci tərəfi sifətlə ifadə olunur. İnsanların taleyi üçüncü növ təyini söz birləşməsidir. Aslı tərəfi, tabi tərəfi isimlə ifadə olunur.
Zaldakıların gülüşü üçüncü növ təyini söz birləşməsidir. Aslı tərəfi sifətlə ifadə olunur. Çünki nədən bilirəm? Mən Bakıdakı şəkilçisi var. Maraqlı əsər birinci növ təyini söz birləşməsidir. Necə əsər? Hansı əsər? Sifətlə ifadə olunub. Deməli, fərqli olan C variantıdır. Çünki isimlə ifadə olunub. Biri ismi birləşmənin əsas tərəfi olmur. İsmi birləşmənin əsas tərəfi, yəni tabi tərəfi. Elə doğru cavab olacaq 31-də Y variantı. Sayda, isimdə, əvəzlikdə, sifətdə ola bilər, amma feili bağlama ancaq feili birləşmənin aslı tərəfi yaxud əsas tərəfi ola bilər. Aslı 32. 32-yə baxırıq. 32-də deyir ki, aslı tərəfi sifətlə ifadə olunmuş ismi birləşməni müəyyən edin. Meşədəki əhvalat. Hansı əhvalat? Meşədəki əhvalat. Elə birinci növ təyini söz birləşməsidir. Aslı tərəfi sifətlə ifadə olunmuşdur. 33. Biri, mən onun kitabını dünən oxudum cümləsində işlənmiş söz birləşməsidir. Söz birləşməsindən söhbət. Onun kitabı. Üçüncü növ təyini söz birləşməsidir. Oldu. Onun kitabı. 33-də deyil. 34-də baxırıq. Biri, biz indi kəndin aşağısından gəlirik cümləsindəki işlənmiş söz birləşməsidir. Kəndin aşağısı. Üçüncü növ təyini söz birləşməsidir. Oldu D variantı. 35. Bacımla mən yaxşı sirdaş cümləsində nöqtələrin yerinə hansı şəkildə yazılsa la bağlayıcı olar. Əlbəttə ki, nə yazılmalıdır? Deməli, bağlayıcı olanda və qardaşım və mən, bacım və mən yaxşı sirdaşıq. Baxın, yadınızda saxlayın. Elə bil ki, mən, sən, o. Onların ən böyüyü birinci şəxsin cəmidir. Ona görə də xəbər həmişə birinci şəxsin cəminə görə uzlaşır. Bacım, yəni o, mən yaxşı sirdaşıq B variantı. Sonra gəldik 35-də 36-ya baxırıq. Hansı cümlə üzvləri bir-biri ilə sintaktik əlaqəyə girmir? Sintaktik əlaqəyə girməyən əlbəttə ki, tamamlıq, zərflik, hətta burada bir dənə mübtəda da olmalıydı ki, mübtədada bunların heç birindən sintaktik əlaqəyə girmir. 37. Nümunələrdəki feili birləşməni müəyyən növünü və sintaktik vəzifəsini müəyyən edir. Gəldik. Cümləni ümumiyyətlə təhlil edirik, oxuyuruq təhlili. Sahilə çıxmaq üçün motorlu qayığa mindi. Nə etdi? Mindi. Kim o? Nəyə mindi? Qayığa. Necə bir qayığa mindi? Motorlu bir qayığa mindi. İndi feili birləşməni sahilə çıxmaq üçün nə məqsədə? Ümumiyyətlə, maq üstəgəl üçün qoşması məqsəd zərfliyi yaradır. Deməli, məstər tərkibi yaratdı, oldu məqsəd zərfliyi 37-də B. 38-də deyir ki, hansılar sərbəst söz birləşməsi deyil. Ümumən sərbəst söz birləşməsi nədir? Söz birləşməsi iki yerə bölünür. Biri var sabit, biri var sərbəst söz birləşməsi. Sabit söz birləşmələri frazoloji birləşmələrdir. Sərbəst söz birləşməsi isə ismi və feili birləşmələrdən ibarət olur. Yəni, hər kəs onu başa düşür, sərbəst söz birləşməsi. Məsələn, arana gəlmək bu sərbəst söz birləşməsidir. Çünki məsdər tərkibidir. Birlər ixtisar olunur. Cana gəlmək frazoloji birləşmədir, yəni sabit söz birləşməsidir. Sonra uzaqdan gəlmək bu feili birləşmədir, yəni sərbəst söz birləşməsidir. Xörək hazırlamaq bu da sərbəst söz birləşməsidir, yəni məsdərən ifadə olunub. Bu da 7. Qaldı 5. Dil tökmək isə frazoloji birləşmədir. 38-də C. 39-a baxırıq. Hansılar sərbəst söz birləşməsi deyil bayaqkının ardı. Kitaba baxmaq bu sərbəst söz birləşməsidir. Silirik. Həyatı sevmək bu sərbəst söz birləşməsidir. Bunu da sildik. Xəbər almaq frazoloji birləşmədir, sabit söz birləşmək. Küçəyə çıxmaq sərbəst söz birləşməsidir. Başa gəlmək, bir hadisənin başa gəlməsi 3 və 5 frazoloji birləşmədir, sabit söz birləşməsidir. Hansı nümunədə söz birləşməsi yoxdur? Biraz boz düşüb, amma neyini əlimizdə olan biri.
Hansı nümunədə söz birləşməsi yoxdur? Bu tarixi abidədir. Tarixi abidədir. Necə bir abidədir? Birinci növ təyini söz birləşməsi var burada. Qeyrətli oğul vətənpərvər olar. Necə bir oğul? Qeyrətli oğul birinci növ təyini söz birləşməsidir. Kəndə çatanda axşamüstü idi. Axşamüstü idi. Nə zaman? Kəndə çatanda feili bağlama var burada, yəni söz birləşməsi. Qatar stansiyaya yaxınlaşdı. Yaxınlaşdı. Nə? Qatar haraya? Stansiyaya. Bunlar hər biri müstəqil cümlə üzvü olan, sərbəst bir cümlə üzvü olan, yəni cümlə üzvlərdir. Heç bir söz birləşməsindən söhbət getmir. 41. Xəzər dənizi birləşməsindəki aslı tərəflə bağlı səhvi müəyyən edin. Birinci tərəflə bağlı. Quruluşuna görə sadədir, bu doğrudur. Xüsusi isimdir, doğrudur. Xəzər. Yalnız ismi birləşmənin tərəfi ola bilər. Səhvdir ki, axı bu konkret isimdir. Baxaq görək, konkret isimdir. Xəzər dənizini görə bilirsən, bu da doğrudur. Yəlik haldadır, bəli, ikinci növ təyini söz birləşməsidir. Yalnız ismi birləşmənin tərəfi ola bilər, səhvdir. Yeri gəlmişkən, bax, onu da qeyd edeyim. Bax, elə yer gəlmişkən, bax. Bax, ikinci növ təyini söz birləşməsidir. Bəzən testdə düşə bilər ki, bütün ikinci növ təyini söz birləşmələrini üçüncü növə çevirmək olar. Səhv fikirdir. Eləsinə var, çevirmək olmur. Məsələn, Xəzər dənizi, Xəzərin dənizi demək olmur. İkinci növ təyini söz birləşməsi. Məsələn, amma bəziləri də var, çevirmək olur. Məsələn, quş səsi, bu ikinci növ təyini söz birləşməsidir. Mən onu üçə çevirə bilərəm rahat. Məsələn, quşun səsi, dağ havası ikinci növdür. Dağın havası rahat çevirə bilərəm üçə. Amma ki, məsələn, yazı lövhəsidir, Xəzər dənizidir, ət taxtasıdır, bu tipli ikinci növ təyini söz birləşməsini üçə çevirmək olmur. 41-də C variantı. 42. Hansı mürəkkəb adın ixtisarına şəkilçi düzgün artırılmayıb? İxtisarına şəkilçi düzgün artırılmayıb. ATS-də bu doğrudur. Dinin bu da doğrudur. Azərbaycan Tibb Universiteti ATU-nun bu da doğrudur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ADU-nun bu da doğrudur. Deməli, səhv variant olacaq D variantı. 43. Vətən sözünü formaca dəyişərək hansı sözlərə qoşulduqda söz birləşməsi yarada bilməz. Burada bizdən nə istəyir? İkinci köməkçi diksiyələrindən söhbət gedir də ki, yəni köməkçi diksiyələri qoşulur, söz birləşməsi əmələ gətirmir. Vətən naminə elə bilib olacaq. Niyə? Çünki qoşmadır. Köməkçi diksiyəsi ismi birləşmə yarada bilməz. Vətəni sevmək olacaq feili birləşmə. Məsləri var. Vətən, sədaqət. Vətənə sədaqət yenə ismi birləşmə yaradacaq. Vətənə sarı, bu artıq qoşmadır. Biri də bu. Vətənə qədər, biri də bu qoşmadır. 1, 4 və 5 A variantı bunlar formaca dəyişir. Vətən sözü də ismi birləşmə yaratmır. Deməli, mübtada, təyin, tamamlıq xəbər sxeminə uyğun cümlədə hansı üzvlə bir-birlə tabesi əlaqəsindədir? Əlbəttə ki, 44-də tabelilik əlaqəsində soruşursa, həmcinslidən söhbət gedir də. Təyin. 45. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Cümlədə ismi birləşmə işlənmişdir, cümlədə feili birləşmə işlənmişdir. Quzular mələşdikcə qoyunlar durmadan ora-bura qaçırdılar. Qaçırdılar. Nə? Qoyunlar nə zaman? Quzular mələşdikcə. Haraya? Oraya, buraya durmadan, bu da feili bağlamadır. Deməli, baxırıq, var burada feili birləşmədən, var birləşmə, amma feili birləşmədikcə. Bizdən ismi birləşməni soruşur, birləri silirik. Çoban sürünün içində dolaşır, qoyunları diqqətlə nəzərdən keçirirdi. Nəzərdən keçirirdi kim? Çoban. Sürünün içində dolaşır kim? Çoban. Sürünün içi ismi birləşmədir. Üçüncü növ təyini söz birləşməsi biri götürürük.
Axşam yeli otları hərəkətə gətirirdi. Hərəkətə gətirirdi. Nə? Axşam yeli. İkinci növ təyini söz birləşməsidir. Bir də budur. Sonra feili birləşmə. Alaçıqda yaz yuxusu çox şirin olur. Şirin olur. Nə? Yaz yuxusu. Harada? Alaçıqda. Burada ismi birləşmə var. 4-də belə getdi. Azacaq iyi variantı. Səhər qoyunları axtarmağa Eldarla birlikdə getdik. Getdik kim? Biz səhər qoyunları axtarmağa. Nə? Məslərlə ifadə olunmuş, tərkib var. Oldu feili birləşmə. Variantı. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Cümlə üzvləri arasında yalnız tabeli əlaqəsi var. Cümlə üzvləri arasında həm tabeli, həm də tabesi əlaqəsi var. Ümumən yanınıza saxlayın ki, tabeli əlaqəsi nələr arasında olur? Tabeli əlaqəsi olur uzlaşma əlaqəsi arasında, uzlaşma əlaqəsində. Bir də biz proqramda yoxdur. Çıxarılıb proqramdan. Ola bilər bu il gətirib salarlar. Onlar da işdir. İdarə ilə yanaşma əlaqəsi var. Orada tabeli əlaqəsi olur. Yanınızda saxlayın. Bir də ismi birləşmələr arasında da tabeli əlaqəsi olur. Tabesi əlaqəsi harda olur? Həmciz sözlər arasında, bir də mürəkkəb cümlələr arasında. İndi baxırıq. Məndən burada ancaq tabelliyi soruşur. Deməli, baxırıq. Deyir ki, buradakı otlar ipək kimi yumşaq idi. Yumşaq idi. Nə? Otlar. Mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi var, yəni tabeli əlaqəsi. Bir. Qoruqlarda çiçəklər, güllər təzə açılırdı. Nə? Çiçəklər, nə? Güllər. Burada həmcisliyi əlaqəsi, tabesi əlaqəsi var. Çünki mübtədanın həmcisliyi var. Sonra baxırıq. Baba, sabah məni dağ keçisi ovuna aparacaqsan. Baba, sabah məni dağ keçisi ovuna aparacaqsan. Aparacaqsan kim? Sən. Sabah məni dağ keçisi ovuna haraya? Dağ keçisi ovuna. Burada bir dənə tabeli əlaqəsi var. İsmi birləşmə arasında. Sonra baxaq. Uzaqdakı kiçik evlər, alaçıq daxmalar görünürdü. Görünürdü. Nə? Daxmalar. Xəbərlə mübtəda arasında uzlaşma əlaqəsi var. Uzaqdan kiçik evlər, alaçıq daxmalar. Nə? Kiçik necə? Alaçıq necə? Nə? Evlər. Evlər və daxmalar. Baxın, həm mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi var, tabeli əlaqəsi. Həmciz təyinlər də var burada, həmciz mübtədalar da var. Bu da oldu tabesi əlaqəsi. Həm bu tabesi əlaqəsidir, tabesizlik. Təyinlər arasındadır, həm də mübtədalar arasında tabesi əlaqəsi var, çünki həmcizlik. Xəbər və mübtəda arasında tabeli əlaqəsi. 1-4. Verilmiş cümlələr əsasında doğru fikirləri müəyyən edin. Mən ağacdan enib yerdə uzanmış itə diqqətlə baxdım. Mən ağacdan enib yerdə uzanmış itə diqqət etdim. Beləliklə onlar meşənin lap dərinliklərinə getdilər. Deməli, doğru fikirləri soruşursa, bir-bir bu inci işlənləsə testi biraz vaxt aparan tapşırıqdır. Baxın, birinci cümlədə ancaq feili birləşmə işlənmişdir. Mən ağacdan enib yerdə uzanmış itə diqqət etdim. Diqqət etdim. Kim mən? Ağacdan enərək bu feili bağlama, yəni feili birləşmədir. Yerə uzanmış itə hansı itə? Bu da isə ismi birləşmədir. Onu götürmürəm. Çünki həm burada ismi birləşmə var, həm də feili birləşmə. Baxırıq 2. İkinci cümlədə hər iki tərəfi isimlə ifadə olunmuş söz birləşməsi işləmişdir. Beləliklə, onlar meşənin lap dərinliklərinə getdilər. Meşənin dərinlikləri. Meşə də isimdir, dərinlik də isimdir. Yəni, üçüncü növ təyini söz birləşməsidir. Bu doğru fikirdir. 2-ni götürürük. Birinci cümlədə həm feili, həm də ismi birləşmə var. Bayaq qeyd etdim. Bu feili birləşmədir, bu da ismi birləşmə. Bunu da götürürük. Elə oldu. Y variantı 2-3.
Verilmiş cümlələrlə bağlı cədvəldəki doğru fikirləri müəyyən edin. Məktəbimizin bağçasında yasəmən ağacı var idi. Ətrafıma toplanmış uşaqlar səsküy salmışdılar. Doğrudan doğrunu, yanlışdan yanlışı götürmək lazımdır. Baxırıq. Birinci cümlədə ismi birləşmələr işlənmişdi. İsmi birləşmələr. Məktəbimizin bağçasında yasəmən ağacı var idi. Məktəbimizin bağçası üçüncü nöqtəyin söz birləşməsidir. Yasəmən ağacı isə ikinci nöqtəyin söz birləşməsidir. Bəli, birləşmələrdən söhbət gedirsə, bu birinci birləşmə, bu da ikinci, yəni iki dənə söz birləşməsi var. İkinci cümlədə əsas tərəfi feillə ifadə olunmuş feili birləşmə. Ətrafıma toplanmış uşaqlar səsküy salmışdılar. Kim? Uşaqlar. Hansı uşaqlar? Ətrafıma toplanmış. İkinci cümlədə əsas tərəfi feili birləşmə ilə ifadə olunmuş feili birləşmə var. İkinci cümlədə. Ətrafıma toplaşmış uşaqlar. Əsas tərəf. Bağışlayın, səhv oxudum. Feili birləşmə deyirəm. Feili bağlama ilə ifadə olmuş. Bu feili sifətlə ifadə olunur. Bu səhvdir. Baxırıq 3-ə, yanlışa. Birinci cümlədə söz birləşmələrindən birinin əsas tərəfi düzəltmə isimdir. Əsas tərəfi düzəltmə isimdir. Bəli, baxdan, bağça. Doğru fikirdir. İkinci cümlədə söz birləşməsinin əsas tərəfi məlum növdə olan feildir. Elə səhv cavabım bir də budur. Baxaq görək, bir dənə bura baxım. Silim daha yaxşı görüm. İkinci cümlədə söz birləşməsinin əsas tərəfi məlum növdə olan feildir. Məlum növdə olan feildir. Söz birləşmə ətrafıma toplaşmış uşaqlar. Toplamaqdan, topdan, toplamaq, toplaşmış. Bu qarşıq birgəlik növdədir. Oldu 1 və 4. 49. Tabe tərəfi miqdar sayı ilə ifadə olunmuş ismi birləşmələri müəyyən edin. Tabe tərəfi, yəni birinci tərəfdən yenə söhbət gedir. Birinci sinif ismi birləşmə olmağına ismi birləşmədir. Ancaq ki, miqdar sayı deyil, bu sıra sayıdır. Əvvəlinci misra yenə birinci nöqtəyin söz birləşməsidir, yəni ismi birləşmədir. Amma ki, sıra sayıdır. Qızıl saat, necə bir saat, hansı saat, nə cür saat? İsmi birləşmədir, amma isimdən ifadə olunur. Bir qədər məhsul, ismi birləşmədir. Bir çox hadisələr, ismi birləşmədir. 2də 1 hissə, ismi birləşmədir. İndi bir qədər də miqdar sayıdır. Bir çox da miqdar sayıdır. 2də 1 də miqdar sayıdır. Doğru cavabın biri 4. Bir gün, nə zaman? 3 bacı, bir də minlərlə adam. Bunlar da ismi birləşmədir. Bir gün, nə zaman? Oldu nə? Bu miqdar saydı. 3. Miqdar saydı. Minlərlə miqdar saydı. Oldu 5. 4, 5. 50. Nümunədə verilmiş ismi birləşməni və tərkibini müəyyən edin. Ağıllı insanlar özlərini çox tərifləyənlərə nifrət edirlər. Deməli, burada ismi birləşmə, ağıllı insanlar, necə insanlar birinci nöqtəyin söz birləşməsidir və 1 və 2. 51-ə baxırıq. Hansı cümlələrdə aslı tərəfi yalnız hansı sualına cavab verən ismi birləşmədir? Yeni birinci nöqtəyin söz birləşməsindən söhbət gedir. Artıq əvvəlki nigarançılıqdan əsər əlamət qalmamışdı. Nə etməmişdi? Əsər əlamət qalmamışdı. Hansı nigarançılıqdan əvvəlki birinci nöqtəyin söz birləşməsidir və hansı sualına cavab verir? Ümumən yadınıza saxlayın. Dakı və k şəkilçili söz hansı sualına cavab verir adətən? 1. Üfüq qızılı rəngə boyanmışdı. Nə etmişdi? Boyanmışdı. Necə bir rəngə? Qızılı rəngə. Qızılı rəngə. Bu necə bir sualına cavab verdi? Günəşin nurlu şüaları göz qamaşdırırdı. Göz qamaşdırır nə?
Günəşin nurlu şüaları. Bu üçüncü nöqtənin söz birləşməsidir. Biz də bunu üçüncü nöqtənin söz birləşməsinin nə də ikinci nöqtənin söz birləşməsinin içərisində müdaxilə eləyib biz oradan təzədən bir dənə də ismi birləşmə çıxarda bilmərik. Var üçüncü nöqtənin söz birləşməsinin içərisində bir dənə də var. Nurlu şüaları. Necə şüaları? Var ismi birləşmə. Amma ki birinci növ biz üçüncü nöqtənin söz birləşməsinə müdaxilə eləyə bilmərik. Hər axşam həyətdəki restoranda mahnı səsi gəlirdi. Nə edirdi? Gəlirdi. Nə gəlirdi mahnı səsi? Hansı restorandan? Həyətdəki, bayaq qeyd etdiyim Bakıdakı hansı sualına cavab verir? 1-4. Mərkəzdəki yataqxanadan xeyli ailə köçürülmüşdü. Hansı yataqxanadan? Mərkəzdəki, Bakıdakı hansı? Elə oldu, biri də bu. 1-4-5. Klasteri tamamlayıb. Söz birləşmələri. Əşyaları, onların əlamətini sözlərə nisbətən daha konkret ifadə edir. Bəli, bu bunun qaydasıdır. Əsas və aslı tərəfi olur, bu doğrudur. Məna və intonasiya bitkinliyi ilə səciyyələnir. Bu cümlədir, cümlənin tərifidir bu. Əsas tərəfi ifadə vasitəsinə görə 2 yerə bölünür. Bəli, ismi və feili birləşmə qeyd etmişəm. Formalaşmasında qrammatik şəkilçilər iştirak etmir. Niyə ki, üçüncü nöqtənin söz birləşməsinin formalaşmasında birinci tərəfdə yəlik, ikinci tərəfdə mənsubiyyət, ikinci nöqtənin söz birləşməsinin formalaşmasında birinci tərəfdə qeyri-müəyyən yəlik hal şəkilçisi, ikinci tərəfdə mənsubiyyətin şəkilçisi olur. Bu səhvdir. 1-3. 53. Hansı sözlər birinci tərəfi qeyri-müəyyən yəlik halda işlənən ismi birləşmə yarada bilər qeyri-müəyyən yəlik halda? Yəni, ikinci nöqtənin söz birləşməsindən söhbət gedir. Vətən eşqi olacaq nə? Vətənin eşqi ola bilməz. Sonra vətən torpağı, bu da oldu, torpağı. Vətən deyəndə bu artıq feili birləşmədir. Vətən seçmək, bu feili birləşmədir. 1-2. Uyğunluğu müəyyən edin. Edək də, məsdər tərkibi, feili sifət tərkibi, feili bağlama tərkibi. Bunu da qeyd etdim ki, tərkib nə deməkdir? Əvvəlki testləri izahım verəndə qeyd etdim ki, tərkib nə deməkdir? Kitab oxumaq, nə oxumaq? Bu məsdər tərkibidir. 2 söz var. Bunu əlavə edirik bura. Oxumağın faydası, bu ismi birləşmədir. Olsun, bayaq qeyd etdim. İsmi birləşmənin tabi tərəfi, aslı tərəfi məsdərlə ifadə oluna bilər. Yetər ki, üzərində yəlik halın şəkilçisi olsun və yaxud qeyri-müəyyən yəlik halın şəkilçisi olsun. Oxumaq həvəsi və yaxud oxumağın, məsələn, oxumaq həvəsi və yaxud oxumağın faydası oldu. İkinci və üçüncü nöqtənin söz birləşməsi. Sonra güllərlə bəzənmiş necə? Feili sifətin tərkibi, feili sifət tərkibi. Sonra şiir deyəndə nə zaman? Feili bağlama tərkibi. Oxuyanların çoxu kim? Bu da ismi birləşmədir. İsmi birləşməndə əsas aslı tərəfi feili sifətlə ifadə olunub. Yəni bu ismi birləşmədir. 1-ə A, 2-yə C, 3-ə D. Uyğunluğu müəyyən edin. Əsas tərəfi məsdərlə ifadə olmuş feili birləşmə, əsas tərəf feili sifətlə ifadə olmuş feili birləşmə, əsas tərəf feili bağlama ilə ifadə olmuş feili birləşmə. Kitabları almaq, məsdərlə ifadə olunmuş feili birləşmədir. 51-ə 1-ə A. Gələnlərin əşyaları, bu ismi birləşmədir. Uzaqdan görünən hansı? Feili sifətlə ifadə olunub. Sonra mahnı oxuyanda nə zaman? Feili bağlama ilə ifadə olunub. Getməyin nəticəsi, bu da ismi birləşmə. 1-ə A, 2-yə C, 3-ə D. Sonra bitdi. Baxın, görüm izah əsnasında birdən gözümdən nəsə yaynar. Ola bilər, izah əsnasında nəsə mexaniki səhv ola bilər, nə isə qeyd etmərəm, səhv qeyd edərəm, rəy bölməsində yazarsınız, mən də düzəliş edərəm. Belə, Allahın amanında olun, Allah sizi qorusun.